Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün sizlərlə paylaşacağımız podkast Söz Maşını altında olacaq. Seymur, mən Tural, bizim qonağımız Hacı Məmmədov və biz uzun zamandır bunu planlaşdırırıq. Artıq nəhayət bunu biz ərsəyə gətirdik. Hacı Məmmədov, buyurun, özünüzü tanıdın. Salam, xoş gördük. Təbrik edirəm sənə ki, belə bir proyekti ərsəyə gətirdin. Bilirəm ki, asan deyildi. Çoxdan da bunu istəyirdin eləmək. Çox adam eləmək istəyir, amma eləmirsən, bunu elədin. Təbrik edirəm və birinci qonağın olması da mənim üçün çox xoş oldu. Ümid varam ki, davamlı olar və birinci və sonuncu olmaz. Bundan sonra daha çox adam qonaqların olar. İnşallah uğurlar diləyirəm sənə. Çox sağ ol. Seymur, necədir orada vəziyyət? Vəziyyət ayalar. Hazırıq, suallara da hazırıq, söhbətlərə də hazırıq. Həzə biraz özünü daha geniş, Amerikadakı həyatın, burada bizi izləyənlər ən çox da Amerikada nələr baş verir, necə işləyirik, yəni bunlar haqqında biraz kiçik sən məlumat ver, biz də ondan sonra suallarımızı sənə verəcəyik. Tamam. Belə, mən özüm Bakıda doğulmuşam. 13 yaşıma qədər Azərbaycanda böyümüşəm. Bakıda, Nərimanlıda, Nərimanlı uşaqlarına buradan hamıya salam deyirəm. Nədir? 13 yaşım mən orada 6-cı, 7-ci sinifləri Türk liseyində oxudum. Türk liseyində 13 yaşında da yetkinliyin, yəni dostlarımla ən yaxın olduğum vaxtlarda bizə green card düşdü. Biz Amerikaya gəldik. O vaxtı da elə bir ki, anam burada masterini oxumuşdu. Elə bildiyimiz ştat bir dənə var idi, o da Indiana idi, oraya gəldik. Sonra burada məktəbi qutardım, 2 dənə fərqli məktəbə getdim. Ondan sonra universitetdə mexanika mühəndisliyi üzrə Purdue Universitetini oxudum Indianada. O vaxtı mən bildiyimə görə yeganə ilk bakalavrat olaraq mən idim, makina mühəndisliyində və ümumi universitetdə. Sonra belə, ondan sonra universiteti qutardım, gəldim Indianapolis'da bir 5 il orada işlədim makina mühəndisi kimi. Sonra ondan sonra həyat elə gətirdi ki, həyat məni Bostona gətirdi və Bostona gələndə mən başa düşdüm ki, mən artıq necə deyərlər, Boston artıq mənim evimdir də və burada kök salmağa qərar verdim. Belə, ümumilikdə belədir və indi də IT sahəsində işləyirəm. Artıq 4 ildir bu sahədəyəm, belə. Və Seymur, işinlə bağlı bir sual verim ki, bugünkü vəziyyət üçün AI-ın sənə hər hansı bir işə təsiri var? Çünki buradan baxan izləyicilər ən çox maraqlı olan o ki, IT-də yəni bu geriləmə var, yoxsa yox? AI mənim işimi daha da asanlaşdırır. Məsəl üçün, əgər bəzi adamlar var ki, AI-dan qorxur, mənim şirkətim elə oldu ki, AI-yı çox tez adaptasiya elədi və mən də onu tez adaptasiya elədim və adaptasiya eləməkdə, məsəl üçün bir iş mənə, məsəl üçün əvvəllər 5 saat çəkirdisə və yaxud da bütün gün çəkirdisə, artıq onu mən saat ərzində, dəqiqələr ərzində eləyə bilirəm. Yəni, mənə gəlir ki, gələcəyə baxanda, sən AI, məsəl üçün, mən uşaqlarımı öyrətmək, məsəl üçün, böyüdəndə inşallah olanda, İlk öyrətməyin şey oldu ki, AI-ya verəcəyin o promptlar da, yəni ki, istəyin nədir AI-dan, ChatGPT-dən və yaxud da Gemini-dən. Yəni, Google eləmək və yaxud da bu sualları soruşmaq çox önəmli bir necə deyək, skill olacaq da, yəni bacarıq olacaq. Mənə elə gəlir ki, bunu öyrənmək çox önəmlidir və çalışın ki, bunu adaptasiya edin, nəinki qorxasınız bundan. Sən AI-nin hansı tərəfindəsən? Mən bizdə, məsəl üçün, mən gəlin bir başdan başlayaq ki, mən necə oldu ki, IT sahəsinə keçdim. Covid oldu. Covid olan vaxtı mən Bostona 6-9 ayda gəlmişdim və mən elə bir ki, işlədiyim şirkət sırf keyfiyyət mühəndisliyidir və biz elə bir ki, ofislərə makina satırdıq. Və Covid vaxtında da ofislərə gedən adam olmadığına görə heç kim bizim makinalara istifadə eləməməyə başladı və uzun bir aydan, bir neçə aydan sonra bizim şirkətdə ixtisarlar getdi və mən elə bir ki, mən də ona mənə təsiri oldu. Və o momentdə mən, necə deyərlər, həyatımda biraz bir durğunluq yaşadım. Covid idi, heç kimdən əlaqə qura bilmirsən, dostlarından uzaqsan, ailəndən uzaqsan.
Amma belə bir istək var idi ki, mən artıq ucu yorulmuşdum. Artıq tipik mexanika mühəndisliyindən, makina mühəndisliyindən yorulmuşdum. Əlim hər zaman mazutun içində olmaqdan yorulmuşdum və deyirdim ki, nəsə fərqli bir şey eləməliyəm. Biraz da deyim ki, məsəl üçün gördüm ki, insanlar evdən işləmə bacarığı olur və bu mənim üçün çox belə bir şey gəldi, necə deyərlər. Dedim ki, mən də onu istəyirəm də, yəni evdən oturum, dünyanın harasından olsa işləyə bilərəm də. Onu istəyirdim və qərar verdim ki, mən Amerikada artıq bakalavrini eləmişdim. Dedim ki, mən oxumaq istəyirəm də, yəni fərqi yox, nə olsun oxumaq istəyirəm. Ya mən magistratura eləyəcəkdim, ya da ki mən IT bootcamp eləməyi düşünürdüm. Bu ikisinin arasında oldu mənim qərarım. Mənim də bir dənə yaxşı xasiyyətim var ki, mən əlaqələr qururam və əlaqələr hər zaman saxlamağa çalışıram və necə deyərlər və tanıdığım, bildiyim adamlarda nəsə bilgisi olsa, mən onlara zəng edib soruşmağa utanmıram. Məsəl üçün, mən buradan, bəlkə də Turan özü bəlkə də bunu bilmir, həyatımda ən böyük qərarlarımı verməyində Chicago'da bir Turan deyilən bir Azərbaycanlı var. O əslində necə deyərlər, mən ona zəng elədim. Çox da belə yaxından tanıdığım deyildi. Sadəcə bilirdim ki, o Avropada oxumuşdu. Mən də Turana salamlar. Turana buradan salamlar. Mən ona Turan elə bil ki, hardan Turanla da bir uzaqdan tanışdığım nətər oldu. O Qarabağ müharibəsi vaxtında elə bil ki, Azərbaycan üçün ən çox pul yığan adam oldu. Və mən onun profilinə girəndə gördüm ki, mən magistratura getmək istədiyim universitetdə o orada 2 dəfə oxuyub. Həm Barcelonada desən 2 dənə magistr eləmişdi. Və mən Turana zəng gəldim, dedim ki, Turan, mənim fikrim belədir ki, mən ya orada gedib magistratura oxuyacağam 2 il, ya da istəyirəm bootcamp eləyəm. Mən sadəcə Avropaya gedib orada oxumaq istəyirəm də. O da mənə çox belə qəşəng bir məsləhət verdi. Dedi, Hacı, sən 2 il orada oxuyacaqsan, amma 2 il sənin vaxtın gedəcək, pulun gedəcək, sənə gəlir gəlməyəcək. Amma sənin də ki, ürəyində Avropada oxumaq istəyi var da. Dedi, sən get bootcamp elə, 3 aylıq bootcamp elə, həm Avropanı gör istəyi sənə uyğundurmu? Və bunun az getmiş olur. Məsəl üçün, mən bootcampə masterə verəcəyimin bəlkə yarısından da azını verdim. O qərar mənə çox kömək elədi. Mən o zaman magistratura qəbul olmuşdum MBA üzrə. Onu decline elədim, rədd elədim. Dedim ki, mən gedirəm bootcampə. Belə, bootcamp elədim və ondan sonra bir həyatım dəyişdi də, bir necə deyərlər. Amma IT-nin sayəsini yenə də bilmədiyindəydi. Uzun söz gəldim biraz. Neyse, mən də gəldim, gördüm, okey, mən codingi falan oxudum. Ondan sonra gəldim ki, ondan sonra getdim biraz Azərbaycana. Ondan sonra qayıtdım və gördüm ki, mən elə bir ki, orada həyatımda bəlkə də ən depressiv vaxtlarını keçirdim. Çünki gəldim ki, mən təzəcə oxumuşam, təzədən getdim Azərbaycana. Azərbaycanda bəlkə uşaqlar, bəzi adamlar bunu keçmiş ola bilər. Ailə sənə deyir ki, gəl qal da, gəl burada sənin hər cür şəraitin var, niyə o əziyyəti keçirsən, nəyə lazımdır? Məsəl üçün, bizim ailə şirkətimiz var, daim dedi ki, gəl, mən özüm makina mühəndisi olduğuma görə və bizim ailə şirkətimizin də makina mühəndisinə əlaqə olduğuna hər zaman dedi ki, gəl sən bizə şirkətimizə böyük bir qatqın ola bilər də. Mən onu dedim ki, yəni, mən artıq 3 ay özüm investisiya vermişəm. Əgər mən bunu gedib bunun üzərində işləməsəm, bu şey olacaq. O nədir? Bu bilgim yox olacaq da. Və Bakıdan sonra sırf gəldim, missiyam var idi ki, mən IT sektorunda işləyəcəm. Amma mən bootcamp'i oxuyanda da qərar verdim ki, mən sırf başımı aşağı qoyub kod yazmaq istəmirdim də. Mən insanlarla əlaqəli olmağı xoşlayıram ki, insanlarla mütəmadi əlaqədə olum, amma həm də texniki tərəfindən texniki biliyimi də istifadə edeyim. Mənim pozisiyamın indi bu saat Senior Solutions Engineer-dir. Mənim məsəl üçün işimin 50% kodlaşdırma olsa belə, 50% də mən müştərilərlə mütəmadi əlaqədəyəm. Məsəl üçün, müştərilərin biz
şirkətlərə software satırıq, proqram satırıq. Mən o müştəriləri artıq biz onlar kontraktı bağlayandan sonra onlar bizlə əlaqəyə keçirlər. Biz onların proseslərini başa düşməyə çalışırıq və onların proseslərini başa düşənlərə scoping deyirlər də, onların prosesini başa düşəndən sonra baxırıq ki, bizim software biz onlara necə tətbiq eləyə bilərik. Və sırf bu dizaynı, bütün bu sxemanı beynində qurub və onu software keçirdən bizim komanda olur. Və biz elə bir ki, həm müştərilərlə əlaqə oluruq, həm də ki, kod yazırıq və artıq elə bir şey olur ki, biz artıq müştəri deyir ki, okey, mən artıq tam istədiyimi çatdım da, yəni mən əvvəllər bunu 5 saat əlinlə Excel-də falan eləyirəmsə, sizin software üzərində mən bunu 1 saata və yaxud da daha dəqiqələr içərisində eləyə bilirəm. Yəni bu dizaynı biz qururuq və bu artıq təhvili də biz veririk. Başa düşdüm. Bəs Hacı, IT kənardan belə baxanda biz görən, ən çox rahat görünür də, evdən işlədiyin, kompüterlə işlədin də. Bəs sən bu işin içində olanda, yəni içəridən səni yoran nə olur ki, yəni yorulursan da artıq bundan ki, yəni bu da bir şey deyil. Yorucu məncə bu Amerikada ən çox yorucu şeylərdən biri bəlkə də korporativ həyatda işləyənlər başa düşər. Biraz Amerika kültürü burada nə deyirlər, korporativ drama çox olur, intriqalar çox olur və sən bəzən görürsən ki, enerjinin çoxsunu işindən çox bəzən görürsən ki, bu müxtəlif politika dillərdə, korporativ politikaya xərcləyirsən və bu sənin enerjini alır. Bir o, IT sahəsində özündə də ki, bəzən də düzdür, qıraqdan baxanda laptopun üzərində dünyanın hər tərəfindən işləmək cazibəli görsənsə belə, bəzən də adam çox şey gəlir, artıq monoton gəlir. Yəni bütün günü evdəsən, yeməyi stresə düşəndə başlayırsan yemək yeməyə, ondan sonra rahatçılığın olur və bu biraz monoton olmağa başlayır. Ona görə mən çalışıram ki, məsəl üçün hər zaman eyni yerdən işləmirəm. Məsəl üçün 3 gün əgər ofisdən işləsəm, bir gündə düşürəm aşağıda, bizim ofisin evin altında ofis şeyli var, oradan işləyirəm falan. Belə çalışıram ki, monoton saxlamayam. Bəs nədir, Hacı, IT-də işlədiyindən real həyatdan uzaqlaşdığın olub, yəni ancaq bütün gün iş, yəni real həyatdan, ailədən, dostlarından uzaqlaşdığın bir vaxt olub, yoxsa yəni həyatın davam edir, yəni olsa belə? Həyatdan uzaqlaşdığım vaxt bəzən məsəl üçün mən həmişə uşaqlığıma baxanda heç vaxtı korporativ bir həyat yaşamaq istəməmişəm də. Yəni indi nətərsə oldu, həyat gətirdi ki, maaşa bu tərəfdən maaşdan işləyirəm. Amma heç vaxt uşaqlığıma baxanda bizim ailədə necə deyirlər, babamdan başlayaraq, babam neçənci illər, 70-ci illərdən həmişə özü düzdür Sovet vaxtında öz idarəsinin müdiri idi və Sovetdən sonra da o idarə artıq necə deyirlər, nə deyirlər ona, özəlləşdirdi. Artıq mən uşaqlığımdan babam həmişə biznesmen olub. Və mən də bunun ətrafında böyüdüyümə görə bunu öyrənmişəm. Amma mən korporativ həyatda işləyəndə özüm hələ də içimdə deyirəm ki, yəni bu mən deyil də. Yəni bəzən deyirəm ki, mən hər şeyi atıb sıfırdan sırf öz istədiyim işi görmək istəyirəm və bunu da eləmişəm. Yəni öz bizneslərim də var falan, qıraqda məsəl üçün bir şeylər eləyirəm. Amma sırf bəzən deyirəm ki, istəyirəm ki, hər şeyi atam, sırf istədiyim işə fokuslanam, amma bunu da asan deyil. Hər qıraqdan bəlkə də asan görsənir. Sənin məsəl üçün maddi şeylərin var da, çıxarların var. Sən onu mütəmadi qarşılamalısan. Yəni heç nə eləyib 6 ay. Bəzi adamların komfortu var ki, məsəl üçün ailəsi deyir ki, tamam, sən biznes idarə elədiyin qurduğun vaxtda mən səni tamamilə dəstəkləyirəm, pulumu yollayıram. Məndə o komfort yoxdur. Yəni geriyə baxanda baxırsan ki, biznes qurmuş və yaxud da uğurlu olmuş çox adamın yəni bəzən o komfortu olur ki, hə, ailədən gəlmiş pul olur və sən o komfortun sayəsində bir ara işləməyib sırf biznesə fokuslana bilirsən. Hamı deyir ki, mən niyə uğurlu deyiləm, yaxud da kimsə deyir ki, niyə uğurlu.
Belə baxanda, çünki hamımız eyni yerdən başlamırıq. Belə baxsan ki, məsəl üçün uğurlu olan adamların bəlkə də 50%-dən çoxu ya da 60, yəni müəyyən bir hissəsindən çoxu onların valideynləri də uğurlu olub. Yəni onların valideynləri də yaxşı bir yerdən gəlib. Yəni o komfortda olub. Yəni hamımız eyni yerdən başlamırıq deyə bəzən biz müqayisə eləyəndə onu da baxmalıyıq ki, hə, biz eyni yerdən başlamamışıq. Mən hardan başlamışam, o hardan başlayıb. Belə. Yəni əsas suala geri baxanda belə olur ki, məsələn, bəzən korporativ həyatdan bezirəm, deyirəm ki, eləmək istəyirəm, amma reallıqda var ki, asan deyil. Yəni bu saat bəzən də korporativ həyatın komfortu da var ki, oradan çıxmaq istəmir. Bu korporativ həyat deyəndə, misal üçün başqa ölkədə deyək ki, Azərbaycanda və yaxud da hansı bir xarici ölkədə korporativ mühitdə yəni hər hansı bir şirkətdə işləmisənmi, yəni? Və yaxud işləmisənsə, yəni Amerikada müqayisədə, yəni bu nə qədər fərqlidir? Bayaqki sualın cavabında bura ilə bağlı bir korporativ belə deyək, siyasət bildirdin ki, biraz o enerji alır falan. Bu misal üçün bu korporativ həyatı Azərbaycanda yaşamış olsaydın bu fərqli mi olacaqdı, yoxsa bu cür olacaqdı? Yaxşı sualdır. Məsəl üçün Azərbaycanda korporativ həyat tamamilə fərqlidir. Gəlin bir dənə adi müqayisə eləyəm. Mən orada BP-də internship elədim. Sadəcə internship elədim. Və o bir ay yarımda mən orada ən yaxın 3 dostlarımdan, ən yaxın 3 dostum o bir yarım ayda keçirdiyim vaxtda o tapdığım dostlar idi də. Azərbaycana baxanda, Azərbaycanda görürsən ki, işçilərlə sən öz komanda yoldaşlarına ən yaxın dost olursan. Mütəmadi gedirsən hardasa bir şey o tədbir olur, kimsə ad günü olur, kimsə tort gətirir. Həmişə yeyib içməkdə 24/7 Azərbaycanda həftə sonu deyilən anlayışı başda yoxdur. Çünki həftə içi hər gün həftə sonudur başda. Hər gün ay sağ ol. Yəni həftə sonu ilə həftə içi ayrılmır başda. Çünki adamlar hər günü belə zövq almaqla keçirdə bilirlər. Amma burada cəmaət 5 gün ev iş bəzən olur. Və burada çox az kompaniyalarda sən öz işçilərinlə, necə deyirlər, öz komanda yoldaşlarından işdən sonra dost ola bilirsən. Amma Azərbaycanda da belə deyil. Azərbaycanda görürsən ki, ən yaxın dostların bəzi işlədiyin adamlar olur bəzən. Yəni mən yadıma gəlir ki, mənim mamam belə məsəl üçün BP-dəki dostları ilə ən yaxın dostları BP-dən olan dostlarıdır. Yəni bu normal halda Azərbaycanda və məncə Avropada da belədir. Yadıma gəlir ki, məsəl üçün mən orada oxuduğum vaxtda da görürsən ki, məsələn dərsdən sonra gedirdik, bir yerdə takılırdıq falan. Amma burada o deyil də. Yəni burada hərə işimi gördüm, qurtardım, mən bay da, yəni mən səni görmək istəmirəm. Yəni zaten o qədər drama yaşayırsan ki, bundan 8 saat. Ona görə mən bir dənə məsləhətim orada, kimsə korporativ həyata girəndə Amerikada, yəni işlədiyin adamlar çox önəmlidir. Tez maaşa qaçmayın. Tez maaşa qaçanda bəzən görürsən ki, maaşa qaçdın, pul qazandın, amma bəzən durğunluq olur, bir yerdə olursan, belə görürsən ki, sənin sağlamlığına təsir eləyir, ondan sonra bütün həyatına təsir eləyir. Görürsən ki, pulu çox verirlər, amma o qədər stres verirlər ki, deyirsən ki, mənə bu lazım deyil də. Yəni mən həmişə intervyulara girəndə ən çox önəm verir. Müdürün məsəl üçün, bəzən görürsən ki, müdürün sənə elə bir stres verir ki, deyirsən ki, lazım deyil də bu pul. Ona görə əsas mən həmişə deyirəm ki, həyatının günün 16 saatı var da, yatmadığın vaxtlarda. O 8 saatın bu işçilərlə işlədiyin vaxtda vaxt keçirdirsən. Ona görə elə bir komandada ol ki, sən o komanda ilə ən azından dost olmasan da bilən enerjisini sevə biləsən. Belə. Yaxşı, hadi bir də bu sualı verim. Bayaq maaş dedin. Yüksək maaş hacını xoşbəxt edir, yoxsa yəni bu qədər maaş almaq? Maaş adam necə deyirlər? Bir yerə qədər səni, hər yerdə deyir ki, bir yerə qədər səni mutlu eləyir. Yəni, pul bir yerə qədər mutlu eləyir. Ondan sonra, yəni, bir yerə qədər səni mutlu eləyir. Yəni, pul 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 bir yerə qədər səni mutlu eləyir. Ondan sonra
Çünki bəzi adamlar var ki, milyonlar pul qazanırlar, heç o pulu xərcləmirlər də, ancaq məqsədləri pul yığmaqdır və pulu xərcləmirlər də. Ona mən gəlib əlavə 100.000 də versəm, o pulu saxlayacaq. Mən xoşbəxtliyi nədə görürəm? Mən xoşbəxtliyi şeydə görürəm ki, o pul mənə səyahət eləməyə imkanı verir, o pul imkan verir ki, kiməsə kömək eləyə biləm. O pul mənə imkan verir ki, məsəl üçün ailə üzvlərimə nəsə ala biləm və yaxud da kiməsə nəsə ala biləm. Yəni xoşbəxtliyi mən onda tapıram da. Yəni o tərəfi mənə xoşbəxt edir. Amma ondan başqa belə pul bir yerə qədərdir. Yəni deyir bir dənə Carnegie Mellon'un bir dənə sözü var, deyir ki, sən əgər varlı ölürsənsə, sən necə deyərlər, sözüm kəsək, nəysə, Carnegie Mellon var ki, o adam, Carnegie Mellon bir dənə söz var idi, nəsə yadından çıxıbdı, amma o adam dünyanın, Amerikanın ən varlı adamlarından biri olub da, biri Rockefeller olub, biri də Carnegie Mellon. Bu adam öləndə başda kasıb kimi ölüb, çünki bütün pullarını Amerikanın hər tərəfində kitabxanaların tikilməsinə pul iyanə eləyib. Adam Amerikan balaca şəhərlərinə getsin, orada Carnegie Mellon Libraries falan var. Məqsəd o deyil ki, ancaq pul qazanım, eləyim, varlı olum. Amma əsas odur ki, xoşbəxtliyi bu dünyada biz elədiklərimizlə yadda qalır, qazandığımız pulla yox. Və bu ən son sənin işinlə bağlı verəcəyim sualdır. Mən bir tanıdığım insan var, yəni belə çox yaxın deyil, amma belə tanıyıram həmin insanı. Həmin insan da IT-də işləyir, amma o insan yəni o işi yəni özünün dediyinə görə də, yəni bu bir o qədər sevmir də, boşuna xoşlamadığı bir işdir. Yəni sadəcə orada əmək haqqına görədir də. Sən indi buradan nə deyə bilərsən? İnsanlar öz sevdiyi işlərlə məşğul olmalıdır, yoxsa daha çox maaş verəni, daha çox qazandığı işdən məşğul olmalıdır? Yaxşı sualdır. Mən deyərdim ki, əsas önəmli burada önəmli olan şey odur ki, sən nədə yaxşı olursansa, bəzən məsəl üçün çox istədiyin iş olur, sən onu çox sevirsən, amma pul gətirmir də o. Və sən acılıqda yaşayırsan və yaxud da eləyirsən, o da tam məncə düzgün, mənə elə gəlir ki, düzdür, xoşbəxt olursan falan, amma ki bir yerə qədər də, çünki bəzən görürsən ki, kasıbçılıq o xoşbəxtliyin üstünü kölgələyir. Mənə elə gəlir ki, məsəl üçün məsləhət verəcəyim şey odur ki, əsas sən nədə yaxşısan. Yəni, əgər matematikada yaxşısansa, sən həmişə texniki biliklərin yaxşı olubsa, o sahədə ol. Və yaxud da kreativ olmaq xoşlayırsansa, ideya adamsansa, dizayn eləməyə xoşlayırsansa, o sahədə ol. Maaş da önəmlidir, deyərəm, amma bir yerə qədər də, əgər sən deyəlim ki, 100.000 qazanırsansa, yəni o 100.000-dən sən Azərbaycan, Amerikada çox şey edə bilərsən. Əsas önəmli olan, mən deyərdim ki, bəzi adamlar var ki, IT-yə gedirdi, məsəl üçün Covid vaxtında, çox adam Covid vaxtında IT-yə gedməyə çalışdı. Amma bu adamların heç bir texniki biliyi olmayıb, heç vaxtı, necə deyərlər, riyaziyyatdan, belə şeylərdən yaxşı olmuyordu. Belə adamların IT sahəsinə gedməyi mən məsləhət görmürəm, çox vaxtı onlar uğurlu olmurlar. Yəni, ən azından bir az da olsa bünövrən olmalıdır. Məsələn, mən IT-yə gedəndə, bootcamp'ə gedəndə İspaniyada, orada da elə qızlar, oğlanlar var idi ki, backgroundları, biri satıcı işləyirdi, biri kitabxanada işləyirdi, biri realtor işləyirdi. Amma bunlar bootcamp'də çox uğurluydular. Çünki bunlar Zara'da falan işləsələr bilə, amma vaxtı məktəbdə oxuyanda riyaziyyatda yaxşıydılar. Yəni, önəmli olan biraz bünövrən olmalıdır. Yəni, məsələn, sırf cəmaat maaşa görə gedirsən IT-yə, amma bir yerə qədər olursan. Çünki sən görürsən ki, artıq o növbəti atlaya bilmirsən. Çünki sənin o qədər şeyin yoxdur da. Bir yerə qədər səni gətirə bilər, amma biraz da bünövrən olmalı. Mən ona görə həmişə deyirəm ki, çalışın, nədə yaxşısınızsa, nədə artıq biraz da olsa
momentumunuz, yəni biraz da artıq o işdə nəsə eləmisinizsə, o tərəfə uyğun gedin. Yəni birdən-birə hə mən bu gün gəlib şey eləyəcəm, IT eləsən biraz düzgün olmaz. Mən deyərdim ki, məsələn, mən makina mühəndisi idim, artıq mühəndis idim və bu IT sahəsinə keçəndə də artıq mən solution engineer, yenə mühəndisəm, amma fərqli sahəsində. Belə. Bəs bu gün sənə seçim verilsə, yəni biznesdən əlavə hansı bir sahəni seçərdin, yəni IT olması? Yəni ikincisi görəcəyin bir sahə hansı olar? Bu sualı mən neçə dəfə özümlə fikirləşmişəm. Özüm də çox fikirləşmişəm ki, yəqin ki mən sıfırdan başlasaydım, yəni bizim həyatımızda qərar verdiyimiz hər bir necə deyirlər, qərar verdiyimiz hər bir addımda bəzən də bizim əvvəlki dediyimiz kimi, yəni ailənin bir təsiri olur. Məsəl üçün mən geriyə baxanda əgər mühəndislik eləməsəydim, yəqin ki yemək sahəsində, məsəl üçün burada bir dənə sahə var, food science, yəni yemək elmi, məsələn bunlar bu böyük fabrikalarda yeməyin hazırlanmasıdır, nə bilim keyfiyyətidir falandır. Belə şeylər mənə maraqlı olardı. Çünki yeyib içməklə aram yaxşıdır. Bəs ilk başlarda həzə Indiana dedin. Indianadan Bostona gələndə sən ən çox məyus eləyən nə oldu? Yəni orada var idi, burada yox idi. Yəni nə bilim, orada yox, burada var idi. Indianada olan, burada olmayan. Bu arada məsəl üçün mən deyərdim ki, əgər Azərbaycanlı Amerikaya gəlmək istəyirsə, Boston ən yaxşı şəhərlərdən biridir. Düzdür, bahadır, düzdür. Özün də bilirsən ki, burada şeydir, yəni həyat soyuqdur falandır, amma burada nəsə bir doğmalıq var. Mən məsələn bura gələndə mən Amerikada heç vaxtı hiss eləməmişdim ki, mən bura aidim. Mən heç vaxt, çünki 13 yaşımdan gələndən bəri həmişə dedim ki, mən qayıdacam Azərbaycana, mən qayıdacam Azərbaycana. Elə oldu ki, universiteti qurtardım, universiteti qutarandan sonra dedim ki, 5 il qalım, iş təcrübəsi olsun, gedirəm Azərbaycana. Ondan sonra Bostonda gəldim, işlədim biraz. Ondan sonra mən dedim ki, artıq biraz durğunluq vaxtında dedim ki, mən gedim Azərbaycana, Coviddən biraz sonra gedim Azərbaycana. Mən artıq demək istədim ki, ya o tərəfli olmaq istəyirəm, ya da bu tərəfli. Bu söhbətimə qayıdıram. Və mən getdim Azərbaycana 6 ay qalandan sonra dedim ki, yox, mən Boston üçün darıxıram. Hacı, bir də hansısa bir məqam olub ki, yəni işin düz getməsin, çətinə düşəsən, o anda yəni ağlıma gəlsin ki, görsə də mən Amerika ilə bitirib Azərbaycana qayıdıram da. Elə bir an olubsa, yəni an olub, onu bizlə danış da. Məsəl üçün dediyim kimi mən Covid vaxtında Amerikadan biraz küsmüşdüm, bəlkə də istəmirdim Amerikaya gəlməyə. Ona görə getdim Avropada yaşadım, getdim ondan sonra Azərbaycanda qaldım. Mən başa düşdüm ki, biz məsəl üçün Amerikanı bu saat deyirik ki, Amerika şeydir, rasisti falan deyirik, nə bilim, və yaxud da deyirik ki, immigrantlara qarşı belə çox da mehriban deyirlər falan. Amma gedib Avropaya gedəndən sonra başa düşürsən ki, Amerika immigrantlar ölkəsidir və Amerika immigrantlara qarşı çox daha bu mənada, yəni diversity deyirlər də, müxtəliflik sayəsində çox daha qabaqdadır. Artıq mənə kimsə deyəndə ki, sən bir gün Azərbaycana getməyi planlaşdırırsan, deyirəm, bəlkə ola bilər, yəni şey vaxtında, bəlkə də qocalanda falan düzdür adam öz şeyini daha çox sevir. Amma bu saat mən əsas məqsədim Amerikada nəsə şey eləmək, yəni köç salmaqdır və burada daha da böyüməkdir, yəni. Hacı, belə bir sualım var. Amerikada itib batmamaq üçün, yəni bu ölkədə itib batmamaq üçün də insan nə etməlidir? Məncə itib batmamaq üçün nəsə ən çox önəmli şeydir, mənə elə gəlir ki, bir məşğuliyyətin olmalıdır. Məsəl üçün, düzdür, adamlar
Məsələn, mən hansı şəhərə getmişəmsə, çalışmışam ki, orada mən uşaqlığımdan futbol oynamışam, futbol oynayıyorum və mənim ən yaxın dostlarımda da həmişə futboldan olan dostlarım olub. Yəni elədiyimiz aktivitetləri, məsəl üçün Azərbaycanda məsəl üçün idman zalına gedirsə, onu da eləyin. Əgər məsəl üçün Azərbaycanda futbol oynayırsa, futbol qrupu qurun. Məsələn, burada hər cür şeylər var da, qruplar var, meetuplar var. İkincisi, çalışın burada adaptasiya şeydir. Mən bir dənə bu təzəlikdə bir seminara getmişdim. Mən həyatım boyu belə fikirləşirdim ki, Amerikanlar bizlik deyil, tamamilə fərqli mentalitetlər. Amma biz bir dənə söz var deyir, when in Rome, be like Romans. Yəni Romada olduğum vaxtda Romalılar kimi şeylə də, yəni ki, çalışır adaptasiya olasan. Azərbaycan bayramları olur da burada, indi ildə 2 dəfə də olsa, yəni təşkil edirlər sağ olsunlar, təşkilatçılar. İştirak edirsən o bayram təşkillərində yoxsa? Mən çox maraqlı bir fakt deyim ki, mən öz yoldaşımı Azərbaycan tədbirlərində tanış olmuşam. Hə, Novruz tədbirində filanla tanış olmuşuq və mütəmadi çalışıram o şeylərdə aktiv olam. Məni necə deyirlər, o tədbirlər məni daha da öz ölkəmə yaxın olduğumu hiss etdirir. Çalışıram ki, o şeyləri həm iştirak edeyim, həm də bəzən də özüm orqanizasiya edeyim, çalışaq ki, siz üçün. Çünki mən bir-iki tədbirdə görmüşəm səni, təşkilatçılıqda sən də olmusan. Bəzən olur da, məsələn, insanlarımız var, boşdular, məsələn, iştirak etmək gücləri olur, qatılmırlar da, tədbirlərə qatılmırlar. O da bəzən baxırsan ki, adam sayı məsələn daha çox ola bilərdi, daha az olur, biraz qapanırdı da, yəni o da olur, insanlar hamının öz işi, problemləri var. Mənə maraqlıdır ki, sən mütəmmədi, yəni gedirsən də təşkil olan məclislərə. Çalışıram gedim, çünki həm o orqanizasiya eləyən adamlara, təşkil edən adamlara çalışıram dəstək olam. Həm də mən, yəni burada bizdən başqa, özümüzdən başqa kimimiz yoxdur. Yəni günün sonunda düzdür, bəzi adamlar deyirlər ki, Azərbaycanlardan uzaq dur falan belə. Amma günün sonunda mən baxıram ki, 5 nəfər zəng eləyəcəyim adamlar ya Azərbaycanlı, ya da türk dostlarımdır da. Və niyə də mən insan sevən insanam. Yəni xoşlayıram insanları görəm. Yəni mən enerjimi ətrafımda olan adamlardan alıram bəzən. Yəni və belə eventlərə gedəndə yəni mənə doğma hiss edirəm. Elə bir ki, Azərbaycanda toxxanalarda oturmuşam. Nə qədər də Amerikada böyüsəm bilə, mən Azərbaycanda o qaqa şeyini sevirəm. Yəni vibe'ını sevirəm, yeyib içməyi sevirəm, oturmağı xoşlayıram, o nədir, qonaqlığa getməyi xoşlayıram falan. Belə bu hər zaman adamın xarakterindən asılıdır, amma bəzən adam gedəndən sonra başa düşür ki, nə yaxşı gəlin. Elə olur ki, bəzən sizdə də məsələn deyirsən ki, getmək istəmirəm, amma sonra gedirsən. Sonra gedirsən deyirsən ki, nə yaxşı getdim. Nə yaxşı getdim. Mən yəni ki, bəzən adamın o kafasında olur ki, getmək istəmirəm, ayda pulum gedəcək, alacaq lazımdır, mən ondan sonra gedib işləyərdim zaten. Amma gedirsən görürsən ki, nə yaxşı vaxt keçdim. İstirahət eləmiş olursan. Və bəzən o pauzanı eləmək lazımdır ki, hər zaman həyat ancaq işləməkdən az şey deyil də. Yəni hətta bəzən də pauza eləyib nəsə fərqli bir şey eləmək lazımdır. Yəni belə. Sən bu arada hansı ikinci, üçüncü sualı demişdin ki, bəs sən bu kreativ tərəfində var da, yəni istəyərdin o tərəfdə də bir nələrsə eləyəsən. Sırf bu bizim elədiyimiz tədbirlərdə falan, yəni orada misal üçün özünü hansısa bir yəni kreativliyi tətbiq eləmək istəyirdinmi və ya düşünmüşdünmü bu barədə və düşünmüsənsə nə kimi bir şeylər eləmək olur? Çünki yeniliklər hər zaman lazımdır. Yəni bu bizim tədbirlərdə də lazımdır. Fərq etmir yəni. Və düşünürəm ki, orada elə artıq nələrsə etmək olar. Yəni əgər belə bir şey fikirləşmisənsə. Məsəl üçün əvvəlki eventlərdə artıq necə öz kreativliyimi eləyib qatqı əlavə eləmişəm. Məsəl üçün bir-iki eventlərdə məsəl səhnənin dizaynı falan fərqli olmasını üçün bir şeylər eləmişəm. Məsəl üçün müxtəlif ideyalar verib o
tədbir Novruz eventlərinin tədbirlərində müxtəlif icralar verib onu tətbiq eləmişik. Amma mənə elə gəlir ki, artıq biz Azərbaycan cəmiyyəti artıq daha böyük bir şeylər eləyə bilərlər burada. Məsələn, ilk dəfə məsələn Orxan Zeynalının gəlməsi də mənə gəlir bir kreativ bir şey idi. Onun kimi biz artıq başqa eventlər də eləyə bilərik. Məsəl üçün Azərbaycandan daha böyük məsələn reperlər gətirmək olar, Pasteur kimi falan belə şeylər ağlıma gəlib. Ondan sonra meyxana tipli məsəl üçün nağıl gecələri kimi bir şey eləmək olar. Məsəl üçün nağıl gecələri deyirəm. O nədir? O da ola bilər. O da olar, amma məsəl üçün mənim Azərbaycanda şeir kültürü var da. Məsəl üçün kimsə şeir yazır, kimsə nəsə yazır, onu eləmək olar. O ağlımda var ki, məsəl üçün bir də türklərin bir dənə şousu var. Adı yadımdan çıxıb, amma belə biz burada bir şou qurmaq olar ki, hansı ki biz hamımız burada gəlmişik, bizə yatdı da bu ölkə biraz. Amma ki hamımızın da belə içimizdə olan şeylər var ki, danışmaq istəyirik də, yəni dost lazım, lazımdır, bir içimizdəkilərə çıxardacaq bir auditoriya lazımdır. Bəzən o bir dənə şou var türklərin, çox xoşuma gəlir. Belə bir balaca bir şey qurub, belə otaqda məsəl üçün terapiya sessionu kimi də belə şey olmaq. İtiraf edirlər. Həyatınızda çətin vaxtlardan danışırlar. Məsəl üçün ən çətin qərarlarından birini danışırlar. Məsələn, hər bir şeyi var da, kim nə üçün darıxır, ən çox darıxdığınız şey nədir, nə üçün darıxırsınız, belə şeylər, suallar verir və insanlar içindəki olan o içində saxladıqlarını danışılır, o mənə ləzzət eləyir, elə bir şey eləmək olar. Ondan sonra mənə elə gəlir ki, ən çox önəmli bizim deyir ki, və kreativliyimi mən çalışıram ki, Azərbaycanda belə cəmiyyəti üçün eləmək, həmişə ağlımda bu olur. Çünki Azərbaycanlıları çox istəyirəm mən, özüm çox istəyirəm və çalışıram ki, fikirli ağlımla nə eləyə bilərəm bu cəmiyyət üçün fikirləşirəm. Ən önəmli, biz burada özümüzü, bilmirəm siz necədir, mən özümü tənha hiss edirəm bəzən. Yəni, nə qədər də aləmdə olur, açıq danışan da. Mən burada mamam da olsa, yoldaşım da olsa, mən özümü tənha hiss edirəm burada. Bəzən görürsən ki, çox yad gəlir, yəni mənə burada yaşamaq. Yəni, çalışıram ki, və insanlar da ən çox şey eləyən, o nədir, qocaldan və yaxud da o deyir şey deyil, yəni siqaret çəkməsidir falan deyil, bir tənhalıqdır. Ona görə Azərbaycanda biz bu tənhalığı çox hiss eləmirik, amma burada hiss edirik. Və mən çalışıram ki, fikirləşirəm ki, biz bu tənhalığı necə şey eləyə bilərik, əvəz eləyə bilərik, necə şey eləyə bilərik ki, nə cür eventlər qura bilərik ki, insanlar şey olsunlar, yəni tənha hiss eləməsin. Məsələn, adi bizim bu WhatsApp qrupumuz var ha, burada məsələn ən yaxşı bəlkə New England'da qrup. Mənə elə gəlir ki, onun ən çox böyük mahiyyətlərindən biri də ki, insanlar özlərini burada çox tənha hiss eləmirlər. Yəni o da var. Yəni həmişə mən çalışıram ki, fikirləşirəm kreativ olaraq nə cür eventlər eləyə bilərik ki, burada bizim xalqlar üçün daha şən ola bilər. Yəni burada qalmaqlarına şeyləri olsun da, səbəbləri olsun. Yəni şey olmasın da, deməsinlər ki, Amerikada heç nə yoxdur, mən qayıdıram Azərbaycan. Mən məsəl üçün Amerikadan qaydanda, uşaqlar qaydanda Azərbaycana biraz pis oluram. Deyirəm ki, nə oldu, niyə? Şey dedi, yox, darıxdım mən orada. Yəni, mən çalışıram ki, onu nəsə bir şey eləyək ki, yaxşı olardı. Siz də fikirləşin, görün, nə eləmək olar. Hacı, bugünkü verilişimiz səninlə çox möhtəşəm keçir. Yəni, amma onu bildirim ki, artıq verilişimizin son dəqiqələrinə gəlmişik. Buradan bizi izləyənlərə nə kimi tövsiyə, nə kimi bir sözüm var? Okey, yaxşı sualdır. Artıq mən danışdıqlarımda bir neçə dənə məsləhətlər artıq orada söz arası keçirdim. Əsas odur ki, həyatınızda məqsədli olun, əsas məqsədli olun, əsas qabağınıza hədəfiniz olsun.
idmanınızı eləyin, yeməyinizə diqqət eləyin. Bunlar çox önəmlidir. Çünki sağlam olmayandan sonra hər şey ikinci dərəcəli olur. Yəni sağlam bədən, sağlam beyin çox önəmlidir. Ondan sonra çalışın ki bir komfort zona, hər mütəmadi özünüzü yoxlayın. Yəni mən nəsə həyatımızda nəsə risk eləmişəm bu günə qədər. Yəni gündə bir nəsə bir kreativ, bir nəsə bir fərqli bir şey eləyin. Görün ki, risk atın, çalışın eyni şeydə qalmayın da. Yəni ki, eyni hər zaman ev iş şeyində qalmayın. Çalışın nəsə fərqli eləyin, idmana gedin, məsələn dostlarla futbola gedin, ondan sonra belə, yəni ümumilikdə belə deyərdim ki, Amerika həyatı asan deyil. Amma burada o qədər pozitiv, çox pozitiv şeylər də var ki, mənə elə gəlir ki, mənim həyatımda burada qalmağıma qərar səbəb olub. Və ümidvaram ki, bura gələnlər də asan deyil, immigrant olmaq asan deyil. Amma əgər burada pul qazanmaq istəyirsənsə, əgər burada xoşbəxt olmaqsa, eləyə bilərsən. Hər şey özündən asılıdır. Hər şey özündən asılıdır. Heç kim səni gəlib xoşbəxt eləməyəcək. Əgər sən özün xoşbəxt olmaq istəyirsənsə, sən onu eləyə bilərsən. Hər şey özündən asılıdır. Heç kimdən nəsə gözləməyin, gözləntiniz olmasın. Yəni bu ölkə sizə imkan verir ki, istədiyiniz hər şeyi eləyə bilərsiniz. Yəni şey anlamında, həm iş, həm karyera, həm kreativlik, həm şəxsi biznes. Yəni bu ölkə o mənada yaxşıdır ki, əgər sənin biliyin varsa, bacarığın varsa, ona dəyər verənən tapılacaq burada. Hacı, çox sağ ol gəldin. Bizlə yəni bütün suallarımızı cavabladın. Dərin, geniş, ətraflı məlumatlar üçün sənə çoxlu təşəkkür edirəm. Və bizi izləyən hər kəsə izlədiyiniz üçün təşəkkürlər. Bu cür videoların gəlməsi üçün, bizi motivasiya etməyi üçün şərh bölməsinə və kanalımıza abunə olmağı unutmayın. Söz maşınına baxırdınız. Təşəkkürlər. Sağ olun. Çox sağ olun, çox sağ ol dəvət elədiniz. Mənə də çox xoş oldu. Ümidvaram bu sizin üçün uğurlu bir proyekt olar. Qonaqlarınız çox olar. Ümidvaram ki, biraz da olsun bura gəlmiş Azərbaycanlılar üçün bir dediklərimizdən bir nəsə öyrənmiş oldular. Sizə bir daha uğurlar. Çox sağ olun. Növbətdə görüşlərimizə. Sağ olun.